Bugünkü süjetimizin qəhrəmanları heyvanlardır. Qışın sərt aylarında zoopark sakinlərinin yaşayış vəziyyəti, sağlamlığı haqqında maraqlandıq. Zooparkın teologiya şöbəsinin müdiri vəzifəsində çalışan Esmir Əhmədova suallarımızı cavablandıraraq bildirdi ki, qışın sərt keçməsi bir çox heyvanlara mənfi təsir etdiyindən onlar müvəqqəti olaraq qapalı mühitdə saxlanılır. Ümumiyyətlə zooparkda qış fəsli biraz bundan əvvəl soyuq keçdi. Həmin dövrdə heyvanların qidalarını biz artırdıq. Eyni zamanda hansı heyvanlar ki, onlar soyuğa davamsızdırlar, onlar üçün təhlükəsizlik tədbirləri görüldü. Yəni içəri şəraiti daha isti şəraitə alındı. Eyni zamanda damları qırlatdırıldı ki, içəri şəraitdə daha yaxşı qala bilsinlər. Əsas bəzi heyvanlar var ki, onsuz da soyuq şəraitə uyğunlaşa bilirlər. Onların yem qidasını artırmaqla kifayətlənirik ki, kalorilər daha güclü olduqda soyuğa davamlılığı nisbətən artır. Esmir Əhmədova onu da qeyd etdi ki, vaxtaşırı digər ölkələrin zooparkları ilə mübadilələr də aparılır. Vaxtaşırı digər ölkələrin zooparklarına mübadilələr aparılır ki, yeni heyvanlar gətirilir zooparka. Və sonuncu mübadiləmizdə Gürcüstan Respublikasından olmuşdur ki, həmin ölkədən bizə 2 baş lama, 1 baş yaquar və 5 baş pavian meymunu gətirilmişdir.